Salam, kanalıma xoş gəldiniz. Asan və dadlı peçenya resepti paylaşıram. Qabın içərisinə 1 ədəd yumurta, 1 stəkan şəkər tozu əlavə edib qarışdırıram. Yumurta ilə şəkər tozu tam bir-birinə qarışdıqdan sonra üzərinə 100 qram yağ əlavə edirəm. Mən kərə yağından istifadə elədim. Bitki yağı da istifadə eləmək olar. Stəkanın yarısından bitki yağı ilə əvəz etmək olar. Üzərinə 2 stəkan un, qabartma tozu, vanilin əlavə edib xəmiri hazırlayıram. Xəmir hazırdır. İndi peçenyalara forma verəcəm. Mən qoz böyüklüyündə xəmirdən götürüb əlimin içərisində dairə formasını verdim. İstəyə görə formanı dəyişməkdə olar. Dörtkünc və yaxud da ki, yağlı kağızın üzərində yayıb fiqurlarla kəsmək olar. Sobanı öncədən isitmişəm. Soba hazırdır. Sobalarda dərəcələr fərqlidir, istiliklər fərqli olur. Mənim istifadə elədiyim sobada 170 dərəcədə 15 dəqiqəyə bişdi. Peçenyalar bişdi, sobadan çıxardım. Mən bir hissəsinin üzərinə ərətdiyim şokoladı əlavə edib, üzərindən də badam ovuntusu səpdim. İstəyə görə ağ şokoladdan da istifadə etmək olar, şəkər pudrasından və yaxud da sadə saxlamaq da olar. Həm asan, həm ləzzətli peçenyalar hazırdır. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək hələlik.